Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı söyləyib ki, 6 aylıq hesabat çox müsbətli və Azərbaycan uğurla inkişaf edir. İqtisadiyyat 7,5%, neft sektoru 9,2% artıb. Ölkədə inflyasiya 3,5%, əhalinin gəlirləri 6,2% olub. Son 6 ayda ölkəyə 12,7 milyard manat sərmayə qoyulub. Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vurğulayıb ki, işğalçı ölkə yalnız danışıqlar prosesini boykot edir. Prezident Avropa Şurası Parlament Assambleyasında qətnamənin qərəzli olduğunu bildirib. Dövlət başçısı həmçinin Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələrə Qərbə mesaj göndərib. Avropa oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin mətnində məruzəçilər tərəfindən təklif edilmiş mətndə yazılmışdır ki, Assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürürlər, dəyişirlər o cümləni, yazırlar ki, Assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu nə deməkdir? Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. 5-ci kolonun qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər. Yəni, Avropa oyunları ərəfəsində və oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdur. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Sual olunur, Almaniya Bundestagın bizimlə nə işi var? Və Almaniya Bundestagı özünün nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabi olmalıdır. Görünür ki, onlar pis ürgəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Heç nə onlardan bizim istəyimiz yoxdur. Əksinə, bizim qazımız onlara lazımdır. Bizim kontraktlarımız onlara lazımdır. Bizim neftimiz onlara lazımdır. Prezident İlham Əliyev iclasda bir çox məsələlərlə bağlı problemləri sadalayıb və onların həll edilməsi üçün aidiyyatı üzrə tapşırıqlarını verib. Ölkə başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı problemlər hələ də aktualdır. İlham Əliyev son günlər daha çox müzakirə mövzusuna çevrilən biletlərin qiymətlərinin bahalığı məsələsinə də toxunub. Ölkə başçısı bildirib ki, biletlər həddən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır. Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsir göstərdiyini vurğulayıb.